Və tövhid kəlməsi uca Allahın vəhdaniyyətini, yəni haqq məbud olan Allahı ibadətdə təkləməyi, eyni zamanda onun zatında, sifətlərində və feillərində bir olduğunu, həmçinin onun zatının hissələrə ayrılmadığını və bölünmədiyini, sifətləri və feillərinin digər sifətlərə və feillərə bənzəmədiyini və onun bu şeylərdə şərikinin olmadığını etiqad etməkdir. Bax, tövhid kəlməsinin dolğun mənası budur. Allah Cəllə və Alənin bir və hissələrə ayrılmayan və bölünməyən olduğuna, saydan ibarət olmayan tək olduğuna, fərd və saməd olduğuna, doğmayıb doğulmadığına və tayı bərabərinin olmadığına qəti inanmaq vacibdir. Əslində, Həmbəli imamları Allahın ucalıq sifəti ilə vəsf edildiyini etiqad edirlər. Bu bəlli bir məsələdir. Ancaq edilən işarələrin hissi işarənin ərşə yönəli olduğunu deyirlər. Yəni, biz deyəndə ki, Allah Cəllə və Aləyə işarə olunur, hissi olaraq işarələrimiz yalnız ərşə yönəlikdir. Hissi işarə uca Allaha yönəlik deyil. Çünki bu halda uca Allahın bir məkanda yerləşməsi, hansı bir məkanda yerləşməsi qaçınılmaz olacaq. Bu da təbii ki, batildir. Və Əhl-i Sünnət qatında məlum olduğu kimi vəhdaniyyət səlbi sifətlərdən biri hesab olunur. Səlbi sifət dediyimiz zaman nə qəsd olunur? Səlbi, yəni mənfi sifətlərdən hesab olunur. Və Əhl-i Sünnət qatında əsasən 5 səlbi sifət qeyd edilir. Yəni, bu sifətlər, dediyimiz bu 5 sifətlər səlbi sifətlər adlanır. Yəni, sifətun səlbiyyə. Və biz səlbi, yəni mənfi sifət dediyimiz zaman bu sifətin Allahdan nəfi, Allahdan inkar edildiyini qəsd etmirik. Ümumiyyətlə, səlbi sifət sözünün mənası nədir? Əslində, qəsd edilən bu sifətlərdən hər birinin uca Allahdan ona yaraşmayan bir xüsusiyyəti nəfi etməsidir, ondan onu səlb etməsidir. Yəni, bu sifət əslində inkar olunmur. Lakin bu sifət, qeyd etdiyimiz səlbi sifətlər Allahdan ona yaraşmayan hər hansı bir xüsusiyyəti nəfi etməsidir, inkar etməsidir. Və dediyimiz kimi, səlbi sifətlər 5-dir. Bunlar hansılardır? Əl-qidəm, əl-bəqa, müxalifətun lil-həvadis, əl-qiyamu bin-nəfs və əl-vəhdaniyyə. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vəl-aqibətu lil-muttaqin. ولا عدوان إلا على الظالمين وصلى الله وسلم على نبينا محمد وعلى آله وصحبه ومن تبعهم بإحسان إلى يوم الدين أما بعد. Biz Həmbəli imamlarının etiqadı barədə təlif edilmiş Əl-Ayn vəl-Əsər adlı kitabını oxumağa davam edirik. Və ilk 2 dərsdə qeyd etdiyimiz kimi insanın üzərinə ilk vacib olan mərifətullah və onunla əlaqəli olan bir sıra məsələləri oxuduq, yəni bu barədə danışdıq və bu mövzuya aid olan bəhslərlə tanış olduq. Müəllif insanın üzərinə ilk vacibi bəyan etdikdən sonra insana verilən ilk dini və sonra ilk dünyavi neməti bəyan etməyə keçir. Yəni, insana verilən ilk dini nemət nədir? Onu bəyan edir. Sonra ilk dünyavi neməti qeyd edir. Və müəllif rahiməhullah, Abdülbaqil Məvahibi rahiməhullah buyurur ki, وأول نعم الله تعالى الدينية وأعظمها أن أقدره على معرفته. Uca Allahın insana bəxş etdiyi ilk və ən əzəmətli neməti ona özünü tanımaq üçün qabiliyyət bəxş etməsidir. Və məzhəbimizin də mötəməd görüşü məhz budur. Yəni, imamlarımız bunu müxtəlif ifadələrlə öz kitablarına qeyd edirlər. Misal üçün, İbn Həmdən Əl-Harrani rahiməhullah Nihayətul Mubtədiyin adlı kitabında buyurur ki, Əvvəlu ni'millahi diniyyə aləl mü'min ən əqdərəhu alə iradətin nazar vəl istidləl li ma'rifətih. Allahın möminə bəxş etdiyi ilk neymət onu özünü tanımaq üçün nəzər və istidləl istəyinə qadir etməsidir. Alimlərin ifadələri bir-birinə yaxın olsa da, İbn Həmdənin Nihayətul Mubtədiyin adlı kitabında qeyd etdiyi ifadələr daha dəqiq gəlmişdir. Yəni, İbn Həmdən burada buyurur ki, Allahın möminə bəxş etdiyi ilk neymət. Nəyə görə bu ifadəni işlədir? Çünki Həmbəli imamlarına görə Allah Cəllə və Alə kafirə heç bir dini neymət bəxş etməyib. Kafirə heç bir dini neymət bəxş edilməmişdir. Və kafirlər Allah Cəllə və Aləni haqqı ilə tanımırlar. Və bəlli olur ki, bu neymət xüsusi olaraq möminə verilmişdir. Nədir bu neymət? Buyurur ki, onu, yəni insanı özünü tanımaq üçün nəzər və istidləl istəyinə qadir etməsidir. Yəni Allah Cəllə və Alə möminə bu xüsusiyyəti bəxş etmişdir.
Və bu xüsusiyyət vasitəsilə də insan, mömin Allah Cəllə və Aləni tanımağa müvəffəq olur. Halbuki Allah Cəllə və Alə bütün bəşəriyyətə ağıl bəxş etmişdir. Lakin Allah Cəllə və Alə mömin quluna elə bir ağıl bəxş etmişdir ki, o ətrafında olan varlıqlar barədə düşünür, ona nəzər saldıqda həmin məxluqatın hər bir hərəkəti və sükunətində onu yaradanı, onu icad edəni axtarır. Və bununla da bir xaliqin, bir hökmdarın və ilahın olmasında yaqinliyə yetişir. Və biz anlayırıq ki, həmin yaradanın özü barədə bizə xəbər çatdıracaq elçiləri göndərməsi labüddür. O elçilər ki, bizə onun özünü və onun buyruqlarını çatdıracaqlar. Və bizim alimlərimizin də qeyd etdiyi kimi, iman əhlinə verilən ilk nemət məhz budur. İbn Hamdan Ən-Nihayə kitabında mötəməd olaraq bu görüşü qeyd etdikdən sonra buyurur ki, həmçinin deyilmişdir ki, möminə verilən ilk nemət onu imana hidayət etməsidir. İlk nemət onu imana hidayət etməsidir. Və bu da Şeyxülislam İbn Teymiyyə görüşüdür. Yəni, ikinci görüş olaraq qeyd edilən bu söz Şeyxülislam İbn Teymiyyənin tərcih etdiyi görüşdür. Və alimlərimiz də bunu etiqad kitablarında qeyd edirlər. Lakin bu mötəməd olan görüş deyil. Mötəməd olan dediyimiz kimi birincidir. Və sonra müəllif ilk dünyavi neməti qeyd edib buyurur ki, və əvvəlu ni'amihi dünyaviyyə əl-həyatul əriyyətu an darar. Allahın insana bəxş etdiyi ilk dünyəvi nemətsə zərərdən xali olan bir həyat verməsidir. Yəni, insana zərərdən xali olan bir həyat verməsidir. Yəni, Allah Cəllə və Alə insanın zövqünə uyğun olaraq ona müxtəlif şeyləri bəxş edir və istəklərinə nail olmaq üçün ona müxtəlif imkanlar yaradır. Yəni, Allah Cəllə və Alə insana müxtəlif neymətlər bəxş etmişdir və insan o neymətlərdən istədiyi şəkildə yararlanır və istədikləri şeylərə nail olur. Və az öncə qeyd etdiyim kimi Allah Cəllə və Alə kafirə dini nemət bəxş etməmişdir. Yəni, bizim alimlərimiz qatında Allah Cəllə və Alə kafirə dini nemət bəxş etməmişdir. Lakin imamlarımız kafirə dünyavi nemətin verilməsi mövzusunda ixtilaf etmişlər. Yəni, bəzi alimlər kafirlərə dünyavi nemətin də verilmədiyini demişlər. Lakin bu mövzuda ixtilaf daha çox ləfsidir. Çünki hamıya məlumdur ki, kafirlər də bu dünya nemətlərindən yararlanır və dünyanın nemətlərindən həzz alırlar. Kafirlər də möminlər kimi bu dünya nemətlərindən yararlanırlar. Bu bəlli məsələdir. Əslində, ixtilaf nöqtəsi bu deyil. Yəni, alimlərimizin etdiyi ixtilaf bu məsələ ətrafında deyil. Kafirin dünyavi nemətdən məhrum edildiyini deyənlər, onların bu nemətlərdən sonra qarşılaşacaqları əbədi zərərin olmasına əsas tutaraq bu sözü demişlər. Yəni, əgər kafir bu nemətlərdən sonra əbədi əzaba məruz qalacaqsa, onun bu dünyadakı keçici faydalarına örf olaraq nemət deyilə bilər, yoxsa yox. İxtilaf məhz bunun ətrafındadır. Yəni, alimlərimiz nə demək istəmişdir? Demək istəmişlər ki, təbii ki, insan bu dünya nemətlərindən yararlanır, faydalanır və müxtəlif nemətlərdən həzz alır. Lakin bu nemətlər qarşılığında qiyamət günü onu yalnız cəza, axirətdə isə yalnız əzab gözləyir. Belə olan halda onun dünyada faydalandığı şeyləri nemət adlandırmaq olar, yoxsa yox? İxtilaf bunun ətrafındadır. Yəni, dediyim kimi, bu ixtilaf daha çox ifadə və ləfsdə olan ixtilafdır. Halbuki alimlər hamı, yəni hər bir ağıl sahibi bilir ki, kafir də, mömin də dünyada olan müxtəlif nemətlərdən faydalanır, yararlanır. Lakin kafirlər qiyamət günündə istifadə etdikləri bu nemətlərdən dolayı cəzalanacaqlar. Və bu səbəbdən bəzi alimlərimiz demişlər ki, kafirlərin bu dünyada faydalandığı şeylər nemət adlana bilməz. Yəni, bu yöndən ixtilaf baş vermişdir və dediyim kimi, bu əslində böyük bir ixtilaf deyil, yəni cüzi bir məsələdir. Və sonra müəllif rahiməhullah teala buyurur ki, və şükrul mun'imi vacibun şər'a, neymət verən Allaha şəriət yolu ilə şükr etmək vacibdir. Və huvə i'tirafun bi ni'amihi alə cihətil xudu'i vəl iz'an və sarfuhu kullə ni'mətin fi ta'atih. Buyurur ki, bu sözün mənası, yəni mun'im, yəni neymət verən Allaha şükr etmək sözünün mənası, boyun əymə və təslimiyyət yolu ilə onun neymətlərini etiraf etməsi və bütün neymətlərini onun itaətində sərf etməsidir. Mun'im, neymət verən Allaha şükr etmək deyildikdə qəsd olunan budur. Boyun əymə və təslimiyyət yolu ilə onun, yəni Allah Cəllə və Alanın neymətlərini etiraf etməsidir və bütün neymətlərini
onun itaətində sərf etməsidir. Və insanın onun yaradılış qayəsi olan şeylərdən ötürü uca Allahın gizli və aşkar olan bütün nemətlərini istifadə etməsi qəsd edilir. Allah Cəllə və Alə insana görmə və eşitmə qabiliyyəti bəxş etmişdir. Bunlar da Allahın insana bəxş etdiyi nemətlərdir. İnsan bu nemətləri icazəli olan şeylərə baxmaqla və eşitməklə sərf edir. Və eyni zamanda bu nemətlərlə Yaradanın, Allah Cəllə və Alənin varlığını dəlil gətirir. Misal üçün Əl-Munaqqih, Allamə Aləuddin Əl-Mardavi, Rahiməhullah, Ət-Təhrir, Şərh-ü-Təhrir kitabında bu mövzu ilə əlaqəli buyurur ki, mun'im olan Allaha şükr etməyin mənası budur. Allahın insandan ötürü xəlq etdiyi şeylərdə Allahın insana verdiyi bütün idrak və təhrik yönlü zahiri və daxili qüvvələri və əzaları istifadə etmək anlamını daşıyan bir məfhumdur. Misal olaraq, Allahın yaratdığı varlıqları və mərhəmətinin əsərlərini müşahidə etmək üçün nəzəri istifadə etməsi və bununla da Yaradanın varlığına bunu dəlil gətirməsidir. Həmçinin eşitmə və digər şeylər bura daxildir. Yəni, Allah Cəllə və Alə insana görmə qabiliyyəti vermişdir və bu Allah Taala'nın insana verdiyi bir nemətdir. O nemətə necə şükür etməlidir? Allah Cəllə və Alənin icazəli etdiyi şeylərə nəzər yetirməklə, Allahın icazə verdiyi şeylərə baxmaqla, eyni zamanda insan Allah Cəllə və Alənin mərhəmət əsərlərini müşahidə edib, Allahın varlığına bunu dəlil gətirəcəyi zaman bununla nemət verən Allah Cəllə və Aləyə şükür etmiş olacaq. Bu səbəbdən alimlər buyururlar ki, və şükrul mun'imi vacibun. Yəni, nemət verən Allaha şükür etmək şəriət yolu ilə vacibdir. Allah Taala'nın ona bəxş etdiyi nemətləri onun rizası üçün sərf etməsini istəyir. Bizə göz bəxş edib, qulaq bəxş edib, əl bəxş edib, ayaq bəxş edib və digər nemətləri verib. Və Allah Cəllə və Alə bizə bu şeyləri onun rizası üçün, yəni onun sevdiyi və razı qaldığı şeylərdə sərf etməsini istəyir. Və Mardavinin qeyd etdiyi kimi bu məsələ, yəni mun'im olan Allaha şükür etməyin şəriətlə vacibliyi təhsin və təqbih məsələsi ilə bilavasitə əlaqəlidir. Yəni bu məsələni biz növbəti dərslərdə müzakirə edəcəyik. Təhsin və təqbih əl-aqliyyeyn deyirlər. Yəni alimlər bu mövzu müzakirə ediblər. İnsanın ağlı hər hansı bir şeyin yaxşı və yaxud pis olduğuna hökm verə bilər, yoxsa yox? Hər hansı bir şeyin yaxşı və yaxud pis olduğuna hökm verə bilər, yoxsa yox? Buna etiqadi bəhslərdə təhsin və təqbih əl-aqliyyeyn deyirlər. Məsəl üçün, Mötəzilər deyiblər ki, bəli, insanın ağlı hakimdir. O, müxtəlif şeylərin hökmünü verir. Yəni, bir şeyin pis, bir şeyin yaxşı olduğuna hökm verə bilir. Alimlərimiz isə tamamilə fərqli bir görüş üzərə olublar. Bu mövzunu inşallah ki, vaxtı gələndə oxuyacaq. Və şükrul mun'imi vacibun şər'an sözü də Mardavi buyurur ki, əslində təhsin və təqbih mövzusu ilə əlaqəlidir. Çünki ağıl bir şeyin yaxşı yaxud da pis olduğuna hökm verə bilmir. Sonra müəllif rahimehullah buyurur ki, və yəcibul cəzmu bi ənəhu təalə vahidun la yətəcəzzəu və la yanqasim əhədun la min ədəd fardun saməd ləm yəlid və ləm yulad və ləm yəkun ləhu kufuvan əhəd. Allah Cəllə və Alənin bir və hissələrə ayrılmayan və bölünməyən olduğuna, saydan ibarət olmayan tək olduğuna, fərd və saməd olduğuna, doğmayıb doğulmadığına və tayı bərabərinin olmadığına qəti inanmaq vacibdir. Və müəllif vəhdaniyyət sifəti barədə danışmağa keçir. Yəni, Allah Taala'nın tövhidi barədə danışmağa keçir. Allah Cəllə və Alənin vəhdaniyyət sifəti barədə danışmağa keçir. Və əhl-i sünnət qatında məlum olduğu kimi vəhdaniyyət səlbi sifətlərdən biri hesab olunur. Səlbi sifət dediyimiz zaman nə qəsd olunur? Səlbi, yəni mənfi sifətlərdən hesab olunur. Və əhl-i sünnət qatında əsasən 5 səlbi sifət qeyd edilir. Yəni, bu sifətlər, dediyimiz bu 5 sifətlər səlbi sifətlər adlanır. Yəni, sifətun səlbiyyə. Və biz səlbi, yəni mənfi sifət dediyimiz zaman bu sifətin Allahdan nəfi, Allahdan inkar edildiyini qəsd etmirik. Ümumiyyətlə, səlbi sifət sözünün mənası nədir? Əslində qəsd edilən bu sifətlərdən hər birinin uca Allahdan ona yaraşmayan bir xüsusiyyəti nəfi etməsidir, ondan onu səlb etməsidir. Yəni, bu sifət əslində inkar olunmur. Lakin bu sifət, qeyd etdiyimiz səlbi sifətlər Allahdan ona yaraşmayan hər hansı bir xüsusiyyəti nəfi etməsidir, inkar etməsidir. Və dediyimiz kimi, səlbi sifətlər 5-dir. Bunlar hansılardır? Əl-qidəm, əl-bəqa, müxalifətun lil-həvadif, əl-qiyamu bin-nəfs və əl-vəhdaniyyə. Misal üçün, əl-qidəm. Əl-qidəm, yəni qədimlik, əzəllik. Allah Cəllə və Alənin əzəli olması.
Bu Allah Taala'nın səlbi sifətlərindən biridir. Bu sifət Allahdan nəyi nəfi edir? Əzəllik. Allahdan onun varlığının başlanğıcını nəfi edir. Yəni Allah Cəllə və Alanın başlanğıcını nəfi edir. Başlanğıcını inkar edir. Nəyə görə inkar edir? Çünki Allah Cəllə və Alanın başlanğıcı yoxdur. Allahın əvvəli yoxdur. Və əl-qidəm sifəti səlbi sifətdir. Yəni onun səlbi sifət olması məhz bundan ötürüdür. Çünki əl-qidəm sifəti Allah Taala'dan başlanğıcı, əvvəli nəfi edir. Sonra əl-bəqa, yəni əbədilik sifəti. Bu da səlbi sifətdir. Allah Cəllə və Alanın varlığının sonunu nəfi edir. Allahın sonunu nəfi edir. Çünki Allahın sonu yoxdur. Allah əzəli və əbədi varlıqdır. Üçüncü səlbi sifət müxalifətun lil-havadis. Yəni sonradan peyda olmuş varlıqlara müxalif olması, yəni onlardan fərqli olması, onun mümkün varlıqlara bənzərliyini nəfi edir. Yəni biz deyəndə ki, Allah Cəllə və Alanın üçüncü səlbi sifəti müxalifətun lil-havadis nədir? Yəni sonradan peyda olmuş varlıqlara müxalif olması, bu sifət Allahdan nəyi nəfi edir? Mümkün olan varlıqlara bənzərliyi nəfi edir. Yəni Allah Cəllə və Ala mümkün olan varlıqlara bənzəmir. Heç bir yöndən bənzəmir. Və bu sifət müxalifətun lil-havadis adlanır. Dördüncü sifət əl-qiyamu bin-nəfs. Yəni möhtacsızlıq sifəti. Onun hər hansı bir şeyə möhtac olması nəfi edir. Allah Cəllə və Ala heç bir şeyə möhtac deyil. Nə məkana, nə zamana, nə yardımçıya, nə köməkçiyə. Digər heç bir şeyə Allah Cəllə və Ala möhtac deyil. Bu da mənfi sifətdir. Əl-qiyamu bin-nəfs. Və son olaraq vəhdaniyyət. Bizim oxuduğumuz bu sifət. Vəhdaniyyət onun Allah Cəllə və Alanın zatında, sifətlərində, feillərində və üluhiyyətində ondan şərikləri və sayıları nəfi edir. Və dediyimiz kimi müəllif uca Allahın səlbi sifəti hesab edilən vəhdaniyyət sifəti ilə başlayır. Müəllif Allahın əl-vahid olduğunu bildirir. Buyurur ki, yəcibul cəzmu bi ənəhu teala vahidun. Allah Taala'nın vahid olduğunu etiqad etmək vacibdir. Ərəb dilində vahid sözü tək mənasında istifadə edilir. Tək mənasında istifadə edilir. Misal deyirsən ki, doktor Nizat evdə təkdir. Orada vahid kəlməsi istifadə edilə bilər. Və yaxud da ərəb dilində sayıları açan rəqəm kimi istifadə edilir. Vahid, isnən, sələsə, arba'a. Yəni 1, 2, 3, 4, 5. Vahid kəlməsi sayıları açan rəqəm kimi də istifadə edilir. Müəllif burada istilahi mənanı qəsd edir. Və buyurur ki, onun bir və hissələrə ayrılmayan və bölünməyən olduğunu etiqad etmək vacibdir. Allaha bu sifəti nisbət etdikdə nəyi qəsd etdiyini özü bəyan edir. Hər hansı bir qardaş və yaxud hər hansı başqa bir insan evində təkdir. Ondan savayı evdə heç kəs yoxdur. Biz onu vahid olaraq vəsf edə bilərik. Yəni, insan evində təkdir. Lakin həmin qardaş hissələrə bölünən varlıqdırmı? Bəli, çünki o cismani varlıqdır. Və cismani varlıqlar hissələrə ayrılır. Çünki cismani varlıqlar mürəkkəb varlıqlardır. Hissələrdən ibarətdir. Müəllif burada məhz ikinci mənanı qəsd edir. Yəni, Allahın bir olduğunu dediyi zaman onun hissələrə ayrılmayan və bölünməyən bir varlıq olduğunu qəsd edir. Müəllif burada əl-vahidul həqiqi, yəni həqiqi vahid olan, haqq olan Allah Cəllə və Alanı bu şəkildə vəsf edir. Və hissələrə ayrılan və bölünən varlıq bu mənada vahid olaraq vəsf edilə bilməz. Həmçinin Allahın bir olması onun zatında, feillərində və sifətlərində tayı bərabərinin və oxşarının olmamasını ifadə edir. Və bu da həmçinin vahid kəlməsinin ikinci istilahi mənasıdır. Bir, biz dedik ki, vahid sözünün mənası, yəni bölünməyən və hissələrə ayrılmayan bir varlıqdır. O demək deyil ki, Allah Taala təkdir. Yəni, bizim bildiyimiz lüğəti mənada təkdir. Allah Cəllə və Ala bölünməyən və hissələrə ayrılmayan bir varlıqdır. Yəni, mükəmməl bir varlıqdır. İkinci mənası isə Allahın zatında, feillərində və sifətlərində tayı bərabərinin və oxşarının olmamasıdır. Bu, onun ikinci mənasıdır. Yəni, hər iki məna Allah Cəllə və Alaya şamil edilir. Və tövhid kəlməsi uca Allahın vəhdaniyyətini, yəni haqq məbud olan Allahı ibadətdə təkləməyi, eyni zamanda onun zatında, sifətlərində və feillərində bir olduğunu, həmçinin onun zatının hissələrə ayrılmadığını və bölünmədiyini, sifətləri və feillərinin digər sifətlərə və feillərə bənzəmədiyini və onun bu şeylərdə şərikinin olmadığını etiqad etməkdir. Bax, tövhid kəlməsinin dolğun mənası budur. Tövhid kəlməsi
uca Allahın vəhdaniyyətini, yəni təkliyini, birliyini, haqq məbud olan Allahı ibadətdə təkləməyi, eyni zamanda onun zatında, sifətlərində və feillərində bir olduğunu, həmçinin onun zatının hissələrə ayrılmadığını və bölünmədiyini, sifətləri və feillərinin digər sifətlərə və feillərə bənzəmədiyini və onun bu şeylərdə şərikinin olmadığını etiqad etməkdir. Tövhid kəlməsinin mənası budur. Və həqiqi fail, yəni həqiqi işləri icra edən məhz odur, Allah Cəllə və Alədir. Digər varlıqlar isə həqiqi faillər deyil. Onlar sadəcə etdikləri feilləri kəsb edənlərdir. Yəni onlar öz feillərini yoxdan yaradan və icad edənlər deyil. Bütün bu şeyləri yaradan, edən Allah Cəllə və Alədir. Yəni həqiqi fail Allahdır. Allah Cəllə və Alə Əl-Bəqərə surəsində buyurur: "Və ilahukum ilahun vahid." Sizin ilahınız vahid olan ilahdır. Vahid sözünün mənasını biz oxuduq. Və Allahın Cəllə və Alə vəhdaniyyət sifəti əqli dəlillər vasitəsilə isbat edilir. Alimlərimiz buyururlar ki, hissələrə ayrılma və bölünmə ərəz və cisimlərin xüsusiyyətlərindən hesab olunur. Allah Cəllə və Alə isə nə cisim, nə cövhər, nə də ərəz deyil. Təbii ki, bu kəlami ifadələr olsa da belə, bu ifadələrin işlənməsi şəri məqsədlərdən ötürü olmuşdur. Bəziləri deyə bilər ki, bu kəlmələr Quran-ı Kərimdə, yəni şəriətimizdə varid olmayıb. Lakin alimlərimiz bunu şəri məqsədlərdən ötürü istifadə etmişlər və bu istifadədə də təbii ki, heç bir sıxıntı yoxdur. Və bəziləri deyirlər ki, biz uca Allaha nisbətdə cisim kəlməsini nə isbat, nə də inkar edirik. Çünki şəriətdə bu ifadə varid olmayıb. Biz Allah Cəllə və Alənin cisim olduğunu və yaxud cisim olmadığını demirik. Çünki şəriətdə bu kəlmə nə isbat, nə də inkar yönlü varid olmayıb, gəlməyib. Madam ki, cisim kəlməsi nə isbat, nə də inkar yönlü gəlməyib, nə isbat, nə də inkar etmirik. Yəni, bu sözü deyənlər var da biz bilirik. Biz dedik ki, uca Allahın vəhdaniyyəti ağılla isbat edilir. Həmçinin mücməl olaraq naslar Allahın cismani varlıq olmadığını ifadə edir. Misal olaraq Allah Cəllə və Alə buyurur: "Leysə kəmislihi şey." Onun heç bir bənzəri, yaxud onun mislində heç bir şey yoxdur ayəti. Bu ayət Allahın cisim olmadığını ifadə edir. Nəyə görə sən bu ayətdən bu istinbatı çıxarırsan? Yaxud elə bir nəticəyə gəlirsən ki, bu ayət Allahın cisim olmadığını ifadə edir. Çünki cismani varlıqlar bildiyimiz kimi üç ölçülü olur. Cismani varlıqlar üç ölçülüdür. Müşahidə aləmində olan hər bir məxluq üç ölçülüdür. Uzunu, eni və dərini olan varlıqlardır. Əgər biz Allah Cəllə və Alənin cisim olduğunu desək, bu halda biz müməsələni Allahdan nəf etmiş olmarıq. Yəni Allahın mislinin olduğunu demiş olarıq. Bu zaman biz onun mislində olan varlıqların olduğunu isbat etmiş olarıq. Bu da bu ayətdən qeyd etdiyimiz kimi dolayı yolla Allahın cisim olmadığını qeyd edən alimlərin sözüdür. Və ümumi olaraq cisim deyildikdə bu sözlə üç məna qəsd edilir. Yəni cisim kəlməsi ilə üç məna qəsd edilir. Birinci məna fəlsəfəçilərin sözüdür. Onlar deyirlər ki, cisim maddə və surətdən mürəkkəb olana deyilir. Onlar maddəyə həyulə deyirlər. Yəni bu qədim Yunan filosoflarından istifadə etdikləri terminlərdir. Deyirlər ki, cisim maddənin özəyi və surətdən mürəkkəb olan varlıqdır. Mütəkəllimlər isə, yəni kəlam alimləri qatında cisim iki və daha çox cövhərdən mürəkkəb olan varlıqlardır. İki və daha çox cövhərdən mürəkkəb olan varlıqlara cisim deyirlər. Yəni mütəkəllimlər bu tərifi vermişlər. Cövhər əl-qaimu bi nəfsihi əl-mutəhayyizu bi məhəl. Yəni öz-özlüyündə mövcud olan və hər hansı bir yerdə qərar tutan bir şeydir. Deyirlər ki, əl-cəvhəru qaimun bi nəfsihi, cövhər öz-özlüyündə mövcud ola biləcək bir şeydir. Ərəz isə əl-qaimu bi qeyrihi, digər şeyin üzərində mövcud olan bir şeydir. İnsan utandıqda onun üzü qızarır. O qızartı insanın üzündə olan bir ərəzdir. Çünki qızartı öz-özlüyündə mövcud ola bilməz. Mütləq ki, hansı bir şeyin üzərində olmalıdır. Və yaxud da ki, rəng. Bu telefonun rəngi qaradır. Qaralıq ərəz hesab olunur. Nəyə görə? Qaralıq öz-özlüyündə mövcud deyil. Hansısa bir əşyanın üzərində qaim olmalıdır. Cövhər isə fərqlidir. Cövhər isə öz-özlüyündə mövcud olan hər hansı bir şeydir və müəyyən bir yerdə yerləşən varlıqdır. Və mütəkəllimlər qatında dediyim kimi, cisim iki və daha çox cövhərdən mürəkkəb olandır. Üçüncü isə özlüyündə qaim olan yaxud ona işarə ediləndir. Əl-muşaru ileyhi, o şey ki, ona işarə edilir. Bu da əsasən kərramilərin görüşüdür.
Allah Cəllə və Aləyə cismaniliyi nə nəf edib, nə də isbat etməyənlər məhz bu üçüncü qismi qəbul etmişlər. Demişlər ki, Allah Cəllə və Aləyə işarə edilir. Əgər siz cisim dediyiniz zaman cismin bu qismini qəsd edirsinizsə, bu halda biz ləfz olaraq onu isbat etməsək də məna olaraq Allah Cəllə və Alənin cism olduğunu isbat etmiş oluruq. Yəni deyirik ki, Allaha işarə edilir. Əl-müşaru ileyhi. Əslində Həmbəli imamları Allahın uzalıq sifəti ilə vəsf edildiyini etiqad edirlər. Bu bəlli bir məsələdir. Ancaq edilən işarələrin hissi işarənin ərşə yönəli olduğunu deyirlər. Yəni biz deyəndə ki, Allah Cəllə və Aləyə işarə olunur, hissi olaraq işarələrimiz yalnız ərşə yönəlikdir. Hissi işarə uca Allaha yönəlik deyil. Çünki bu halda uca Allahın bir məkanda yerləşməsi, hansı bir məkanda yerləşməsi qaçınılmaz olacaq. Bu da təbii ki, batildir. Mər İbn Yusuf rahimehullah Əqavilü Siqat adlı kitabında buyurur ki: "Fəl-işaratu ileyhi subhanahu leysat kal-işarati lil-ecsamil mutahayyizə." Uca Allaha yönələn işarə məkanlarda məhdud olan cisimlərə yönəlik işarə kimi deyil. Bəl işaratu isbati vücudin kəmə dəllə aleyhi hadisul cariyə. Əslində bu işarə varlığın, yəni Allah Cəllə və Alənin varlığının isbatını ifadə edən işarədir. Cariyənin hədisi də məhz buna dəlalət edir. Və sonra buyurur ki, "Lənnəl işarətə təqa'u aləl-arşi haqiqətən işarətən məqulətən və təntəhil cihatu indəl-arş və yəbqa mə vərəəhu la yudrikuhul aql." Ardından buyurur ki, çünki ağılın idrak etdiyi həqiqi işarə ərşin üzərinə düşür. Lakin ərşin yanında istiqamətlər sona çatır və onun arxasında ağılın dərk etmədiyi şeylər qalır. Yəni müəllif buyurur ki, Allaha Cəllə fi'uləh hissi olaraq işarə etmək mümkün deyil. Çünki bu işarə məhdud olan cisimlərə yönəlik olur. Sən məsələn bir yerə işarə etdikdə məhdud olan cismə işarə etmiş olursan. Məsələn ki, o buradadır və yaxud da ki, o oradadır. Bunlar məhdud olan cisimlərə olan işarələrdir. Allah Cəllə və Aləyə olan işarə isə onun varlığını isbat etmək yönündən edilən işarədir. Amma bizim hissi işarələrimiz ərşin üzərinə yönəlik olur. Allah Taala'ya işarə etdikdə hissi olaraq, yəni fiziki olaraq bizim işarələrimiz ərşin üzərinə yönəlik olur. Bu səbəbdən Allah Taala'nın əl-müşaru ileyhi yönündən cism olduğunu isbat edənlər əslində ondan cismaniliyi nəf etmiş olmurlar. Yəni nəticə etibarilə onlar Allah Taala'nı hissi bir varlıq olaraq qəbul etmiş olurlar. Və bu da Allaha cismaniliyi nisbət etmək anlamına gəlir. Və bəlli olur ki, uca Allaha yönəlik işarə sadəcə onun varlığını isbat etməyə yönəlik işarədir. Onun yerini təyin edən işarə deyil. Onun yerini təyin edən işarə deyil. Yəni hissi işarə deyil. Hissi işarə yalnız cismani varlıq olan ərşə yönəlir. Çünki ərşin yerləşdiyi müəyyən bir yer var. Ərşdən sonra bütün istiqamətlər yoxa çıxır. Çünki istiqamətlər külli kainatın daxilində mövcuddur, xaricində deyil. Yəni bu sözün mənası nədir? Allah Cəllə və Alə bir kainat yaradıb. Ona külli kainat deyirlər. Və bütün istiqamətləri onun daxilində xəlq edib. Lakin kainatın özü hansısa bir istiqamətdə yaradılmayıb. Çünki biz kainatın hansısa bir yerdə və hansısa bir istiqamətdə olduğunu demiş olsaq, biz təsəlsül etiqadını ortaya qoymuş olarıq. Yəni biz desək ki, Allah Taala kainatı bir məkanda yaradıb. Mütləq ki, deməliyik ki, o məkanı da bir məkanda yaradıb və bu artıq zəncirvari davam edəcək. Buna da təsəlsül deyirlər. Təsəlsül də batildir. Sonsuza qədər məkanların olması batildir. Və ümumiyyətlə, alimlər qeyd edirlər ki, Allahın cism olmadığını əqli yöndən isbat etmək təməldir. Yəni, Allah Cəllə və Alənin cism olmadığını biz əqli yöndən isbat edirik. Deyirlər ki, misal üçün, hər bir mürəkkəb varlıq mümkün varlıqdır. Çünki mürəkkəb varlıqlar hissələrdən ibarətdir. Hər bir mürəkkəb varlıq sahib olduğu hər bir hissəyə ehtiyaclı olur. Misal üçün, deyir ki, insan mürəkkəb varlıqdır. Onun hissələri var, ona görə o mürəkkəb varlıqdır. Onun o hissələrə ehtiyacı varmı? Əlbəttə ki, var. Əgər əli olmasa, nəyisə götürə bilməyəcək. Ayağı olmasa, yeriyə bilməyəcək. Bu, mürəkkəb varlıqların möhtaclığını ifadə edir. Cisim mürəkkəb varlıqdır. Mürəkkəb isə mümkün varlıqdır. Nəyə görə mümkündür? Çünki o möhtacdır. Əzəli olan varlığın möhtac olması isə imkansızdır. Bu səbəbdən buyururlar ki, hər bir mürəkkəb varlıq mümkün varlıqdır. Yəni, vacibul vücud ola bilməz. Möhtaclıq mümkün olan varlıqların xüsusiyyətidir. Həmçinin cisim kəlməsinin şəriətdə inkar yaxud isbat yönlü varid olmaması
onun Allahdan inkar edilməyəcəyini ifadə etmir. Əgər şəriətimizdə cisim kəlməsi nə inkar, nə də isbat edilmirsə, o demək deyil ki, o Allahdan inkar edilməyəcək. Çünki biz Allahdan hər bir nöqsan sifətini və onun cəlalına yaraşmayan hər bir qüsuru nəf edirik. Bunu Allaha nisbət etmirik. Misal üçün, bizim Allahdan nəf etdiyimiz bir sıra şeylər var ki, bu şeylər şəriətimizdə açıq ifadə ilə varid olmayıb. Elə şeylər var ki, biz onu Allahdan nəf edirik, Allaha nisbət etmirik, Allahdan inkar edirik. Halbuki bu şeylər bizim şəriətimizdə açıq ifadə ilə gəlməyib. Əksinə, hətta nasların zahiri məhz bizim inkar etdiyimizin əksinə dəlalət edir. Buna bir misal çəkim. Əhl-i sünnət icma etmişlər ki, Allah Cəllə və Alə öz məxluqatına hülul etmir. Yəni, öz məxluqatına sığmır, məxluqatı ilə qarışmır, məxluqatında yerləşmir. Və kim desə ki, Allah Cəllə və Alə öz məxluqatına qarışır, o insan bununla kafir olacaq. Lakin Allahın öz məxluqatına qarışmadığına dəlalət edən açıq-aydın naslar varmı? Yəni, Quran və sünnətdə. Təbii ki, ilk növbədə biz bunun əqlən mümkünsüz olduğunu deyirik. Yəni, bunun mümkünsüz olduğuna əqlən hökm veririk. Şəriətdə bir sıra naslar var ki, həmin nasların zahiri Allah Cəllə və Alənin məxluqatı ilə birlikdə olduğunu, yaxud məxluqatın daxilində olduğunu ifadə edir. Yaxud da ki, bu təəssüratı yaradır. Bəzi naslar var ki, o naslardan Allah Cəllə və Alənin məxluqatı ilə qarışdığı anlaşılır. Nasların zahirindən bu anlaşılır. Misal üçün, Allah Cəllə və Alə Quran-ı Kərimdə buyurur, وَهُوَ مَعَكُمْ اَيْنَمَا كُنْتُمْ Siz harada olsanız, o sizinlədir. Ayətin zahirindən Allahın bizimlə olduğu anlaşıla bilər. Zatı ilə bizimlə olduğu anlaşıla bilər. Və yaxud da ki, Ənəsin radiyallahu anh rəvayət etdiyi hədisdə Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurur ki, İnnə əhədəkum idə qamə fi salatihi fə innəhu yunaci rabbəhu və innə rabbəhu beynəhu və beynəl qibləh فَلَا يَبْزُقَنَّ أَحَدُكُمْ قِبَلَ الْقِبْلَةِ وَلَكِنْ عَنْ يَسَارِهِ أَوْ تَحْتَ قَدَمِهِ Buyurur ki, sizlərdən biriniz namaza durub Rəbbi ilə münacat etdikdə, yəni Rəbbi ilə namazda ünsiyyət qurduqda, onun Rəbbi insanla qiblə arasında olur. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Rəbbimiz namaz qılanla qiblə arasında olur. Belə olan halda sizlərdən biri qibləyə tərəf tüpürməsin. Lakin soluna yaxud ayaqlarının altına tüpürsün. Yəni, bu nasların zahirindən Allah Cəllə və Alənin zatı ilə, öz məxluqatı ilə birlikdə olduğu anlaşıla bilər. Ancaq bu rəvayətlər və ayətlər təvil edilir və yaxud da ki, fərqli bir tərzdə təfsir edilir. Halbuki dediyimiz ki, bu naslardan anlaşılan Allahın zatı ilə insanla birlikdə olmasıdır. Təbii ki, deyilə bilər ki, Quran və sünnətdə Allahın ərşinin üzərində olduğu gəlmişdir. Kimsə etiraz olaraq deyə bilər ki, Allah Cəllə və Alə Quran-ı Kərimdə buyurur ki, Allah ərşin fövqündədir. Yəni, bu isə Allahın məxluqatından bain olduğunu, onlardan ayrı olduğunu açıq şəkildə ifadə edir. Lakin dediyim kimi, digər nasların zahirindən bizim dediyimiz anlaşıla bilər. Misal üçün, Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurur ki, Allah Cəllə və Alə gecənin son 3də birində dünya səmasına nazil olur. Bəlli olur ki, nasların zahirindən hulul anlaşıla bilər. Lakin bu nöqsan sifəti olduğundan dolayı alimlər bunu Allah Cəllə və Alədən nəfi edirlər. Və mütəşabih nasları Allah Taala'nın elminə həvalə edirlər. Və uzun sözün qısası Allahın məxluqatına qarışmamasının batilliyi icmalı dəlillərlə sabit olmuşdur. Quran və sünnədə buna açıq-aydın bir dəlil yoxdur. Halbuki bütün alimlər icma etmişlər ki, Allah Cəllə və Alə öz məxluqatına qarışmaz. Və kim bunu etiqad edərsə, bununla İslam dinindən xaric olar. Və bunun batilliyi və mümkünsüzlüyü ilk növbədə ağılla idrak edilir. Yəni, bu ağılla dərk edilir. Eyni ilə də Allahın Cəllə və Alə cism olmadığı həm icmalı dəlillərlə, həm də əqli dəlillər vasitəsilə sabit olmuşdur. Növbəti dərsdə mövzumuzu davam etdirəcəyik. Allah Cəllə və Alə bizi eşidib fayda götürən qullarından etsin. وآخر دعوانا أن الحمد لله رب العالمين